Avropada qazandığım ilk maaşımla bağlı bir hikayə danışım sizə. Mən balaca olanda evdə bir jurnal var idi və içərisində Swatch'un uşaqlar üçün olan flick-flack saatlarının şəkilləri. O qədər xoşum gəlirdi ki onlardan və mənim üçün çox əlçatmaz görsənirdi. Hətta xəyalını belə qurmurdum ki, mənim onlardan ola bilər. İllər keçdi, Avropadakı ilk təcrübə proqramını qazandım. Həm də maaşlı, üstəlik də ki İsveçrədə. İsveçrəyə gedərkən fikirləşirdim ki, görəsən maaşımdan biraz qalarmı? Mən o pulla mamam üçün bir Swatch saat alım. Maaşımı ağıllı istifadə etdim. Həqiqətən də pulum qaldı. Mən də Cenevrədəki Swatch mağazalarının birinə girib mamam üçün ən gözəl Swatch saatı aldım. Özümə də bunu, atama bunun qarasını, qardaşıma isə göy rəngini aldım. Bu saat Swatch'un böyüklər üçün olan saatların içərisində ən ucuzlarından biridir. Ancaq mənim üçün qiymətsizdir. Çünki sadəcə cari vaxtı göstərmir. Bir zamanlar Swatch'un renkli saatlarına əlçatmaz kimi baxan o balaca qızın oxuyaraq, işləyərək o saatları hətta İsveçrənin özündən almağı bacardığını göstərir.